Sehirli pişik nağılı. Bir zamanlar bir kənddə Mırmır adlı bir pişik yaşayırdı. O adi pişiklərdən fərqli idi. Çünki danışa bilirdi. Amma onu yalnız qəlbi təmiz olan insanlar eşidə bilirdi. Bir gün kəndə qaranlıq çökdü. Günəş yox oldu. Hər yer zülmətə büründü. İnsanlar qorxu içində idilər. Mırmır bunun sehirli bir lənət olduğunu anladı və günəş daşını tapmaq üçün yola çıxdı. O meşənin dərinliklərində gizlənmiş bir mağaraya çatdı. Orada böyük bir ilan günəş daşını qoruyurdu. İlan dedi: "Kim bu daşı istəyirsə, cəsarətini sübut etməlidir." Mırmır qorxmadı. O ilanla dostca danışaraq ona sevgi və mərhəmətin gücünü izah etdi. İlan Mırmırın təmiz qəlbli olduğunu gördü və günəş daşını ona verdi. Mırmır daşı kəndə gətirdi və bir anda günəş parladı. Kənd yenidən işıqlandı. İnsanlar sevindi. O gündən sonra Mırmır kəndin qəhrəmanı oldu və mehribanlığı ilə hər kəsin qəlbini isindirdi. Nağılımız sona çatdı. Göydən üç alma düşdü. Biri izləyənin, biri nağıl danışanın, biri isə mənim.